Salam, hər vaxtınız xeyir olsun. Sınaq 5-ci izahına baxaq. Deməli, mövzularımız elektrik sayısı, elektrik tutumu və elektrik sayısı enerjisidir. Elektrik yükü və elektrik sayısını dərs izahını paylaşmışam. İstəsəz təkrar kimi baxıb, sonra testləri işləyə bilərsiniz. Deməli, birinci nömrəli tapşırığımızda bir cins elektrostatik sahənin qüvvə xəttləri üzərində verilmiş iki nöqtə arasındakı məsafə D, onlar arasındakı gərginlik U olarsa, kütləsi M, yükü Q olan zərəciyin bu sahədə aldığı təcil hansı ifadədən təyin olunur? Ağırlıq qüvvəsinin təsiri nəzərə alınmasa, əgər onu mütləq qeyd eləməlidir. Əgər ağırlıq qüvvəsinin təsiri nəzərə alınmırsa, yükę yalnız təsir edəcək elektrik qüvvəsi, yəni M-a əvəzləyici qüvvə Q-yə bərabər olmuş olar və Y-nin yaddan çıxartmayın, düsturu U bölü D-dir. Bu ifadəni gətirib burada yerinə yazsaq, alarıq ki, M-a bərabərdir. Q vurulsun U bölünsün D. Buradan da almış olarıq ki, A bərabərdir. Q-U bölünsün M vurulsun D-yə, yəni Y variantı. İkinci nömrəli tapşırıqda bir cins elektrostatik sahənin B və C nöqtə arasındakı potensiallar fərqi U olarsa, C və D nöqtə arasındakı potensiallar fərqi nəyə bərabər olar? Bölgülər bərabərdir. Deməli, baxın uşaqlar, əgər müsbət və mənfini görürsünüzsə, burada elektrik sayısının istiqaməti deməli olacaq soldan sağa doğru, yəni müsbətdən mənfiyə doğru. Və potensialda həmişə intensivliyə perpendikulyar istiqamətdə yönəlir bir cins sahəmizdə. Baxın, burada xəttləri silirəm ki, qarşılıq düşməsin. Və oradan çəkirəm potensialları. Baxın, qüvvə xəttləri intensivlik sağa doğrudur. Potensial isə ona perpendikulyardır. Aha, indi sizə deyir ki, B və C nöqtələri arasındakı potensiallar fərqi olarsa, B və C, B-dən C-yə görə məsafə nə qədərdir? 1, 2, 3, 4. Deməli, üzr istəyirəm, 3 dənədir. 1, 2, 3. Aha, deməli, belə yazırıq. U bərabərdir, Y vurulsun 3D-yə. Baxın, yuxarıdakı ifadədən nə yazmışdıq? Y bərabərdir, U böl D. Deməli, U da nəyə bərabərdir? Y vurulsun D-yə və məsafə də 3 olduğuna görə 3D yazdım. Sizdən soruşur ki, C və D nöqtələri arasındakı potensial nə qədərdir? C və D nöqtələri arasındakı potensial fərqi tapanda da UCD bərabər olacaq. Y vurulsun. C ilə D arasındakı məsafə 1D-dir. 1D-yə. Deməli, indi burada alt-alta bölsək, U bölünsün, UCD bərabərdir 3YD bölünsün YD. Baxın, ixtisarlarımız geçsə, deməli, alarıq ki, UCD, yəni C və D nöqtə arasındakı potensiallar fərq U bölünsün 3-ə bərabərdir. Burada sizə nə demək istəyirəm? Baxın, buradakı potensiallar F1, F2, F3, bu potensiallar eynidir. Yəni, B nöqtəsi üzərində olan bütün potensiallar eyni olduğundan B-dən C-yə qədər olan məsafəni, baxın, belə götürməyəcəksiniz. Bizə fərqi yoxdur. Sizə lazımdır bunlar arasındakı ən qısa məsafə, yəni baxın bu məsafə. Ona görə ki, bütün nöqtələrdə onsuz da potensial eynidir. Və ya B-ni paralel köçürdə bilərsiniz yuxarıya. Baxın, köçürdüm bura sadəlik üçün. B-C arasındakı məsafəni tapıram. Ona görə ki, baxın, yenə edirəm. B nöqtəsi, bu yeni çəkdiyim perpendikulyar düz xəttdə, yəni F-nin bütün qiymətləri bir-birinə bərabərdir. Ona görə B-dən C-yə kimi məsafəni belə yox, yəni ən qısa məsafəni götürüb hesablamış olacaq. Həmçinin C-dən D-yə kimi məsafədə, baxın, F-lər birdir, bu olsun F2, bu da olsun F3. F2 ilə F3 onsuz da bir-birinə bərabər olduğuna görə potensial fərqi onu tapanda yazsız F2 çıxılsın F3. Məsafəni taparkən ən qısa məsafəni götürəcəksiniz. O bölü 3 B variantı. Bir cins elektrostatik sahənin qüvvə xəttlərinin əksi istiqamətində sahəyə daxil olan müsbət yüklü ion necə hərəkət edər? Digər təsirlər nəzərə alınmır. Müsbət yüklü zərrəciyə təsir edən qüvvə sahə istiqamətində yönəlmiş olur. F sağa doğru sahənin eyni istiqamətdə, mənfi yüklü zərrəcik olarsa sahənin əksi, yəni sola doğru olardı. Deməli, qüvvəni həmişə siz çəkirsiniz, amma sürət isə özü hara istəsə verə bilər, fərq eləmir və görürsünüz ki, qüvvə ilə sürət bir-birinin əksinədir. Əksinədirsə hərəkət olacaq yavaşlayan. Ona görə yeyinləşənləri buradan C və bərabər sürətini silək buradan. Yüksüz zərrəcik olsaydı yaza bilərdiniz düz xətli bərabər sürətli. İndi uşaqlar, baxaq, nəyə görə sahə istiqamətində yönəlir? Çünki intensivlik görən kimi bu hissəyə müsbət, burada mənfi qoyursunuz. Təbii ki, müsbətə təsir edən qüvvə mənfi istiqamətində olacağından sahə istiqamətində yönəlir və bir cins sahə olduğuna görə intensivlik, qüvvə və təcil hər yerdə eynidir. Ona görə də hərəkətiniz düz xətli bərabər təcillidir. Təcilli hərəkətində dedik ki, olacaq bərabər yavaşlayan növü. Düz xətli bərabər yavaşlayan. Yəni, artan təcildən, azalan təcildən olmaz. 4. Təsvir olunmuş dövrədə C1C U2 8 volt olarsa, kondensatorlar bateriyasının ümumi tutumu nəyə bərabər olar? Aha, gəlin baxaq.
Deməli, burada gərginlik verib 24 volt. Ardıcıl birləşmədə ümumi gərginlik ayrı-ayrı gərginliklərin cəminə bərabərdir. Əgər ikinci kondensatora 8 volt gərginlik düşübsə, birinci kondensatora düşən gərginliyi tapmaq üçün 24-dən 8-i çıxmaq lazımdır. 24 çıxılsın 8, bu da olacaq 16 volt. Deməli, C1 kondensatoruna da 16 volt düşüb. C1-in tutumu C-dir. C2-nin tutumunu tapmaq lazımdır. Q bərabər su düsturundan O bərabərdir Q bölünsün C-yə. Gördüyünüz kimi ardıcıl birləşmədə Q sabitdir. O ilə C isə tərs mütənsib asılıdır. Ona görə də O1 bölünsün O2 bərabərdir C2 bölünsün C1 yazıb hesablayaq. O1-in yerinə 16, O2-in yerinə 8 yazsaq, bura olacaq 2 bərabərdir. C2-ni bilmirik, C1-in də yerinə C yazaq. Buradan alarıq ki, C2 də bərabərdir 2 C-yə. Deməli, C2 oldu 2-si. İndi sizdən soruşur ki, ümumi tutum tap. Ardıcıl birləşmədə ümumi tutum taparkən C1 vur 2 dənədirsə əgər, C1 vurulsun C2 bölünsün C1 üstə gəl C2 yazırsınız. Deməli, olacaq 2C vurulsun C bölünsün 3C-yə. Buradan da ixtisarlarımızı aparsaq, alarıq ki, 2C bölünsün 3C variantı. 5. Qüvvə xəttləri təsvir olunmuş elektrostatik sahənin göstərilən nöqtələrində sahənin potensialı və müsbət yüklü zərrəciyin aldığı təcilin modulu üçün hansı ifadələr doğrudur? Deməli, baxın, bu qeyri-bircins sahədir. Yuxarıda verilən 3 nömrəli tapşırıqda bircins sahə idi. İntensivlik, qüvvə və təcil dəyişmirdi. Amma 5 nömrəli tapşırığımızsa qeyri-bircinsdə hər üçü dəyişəcək. Necə dəyişirlər? Yükę gəldikcə, yəni yükün yaxınlığında artırlar, yükdən uzaqlaşdıqca isə azalır. Ona görə ki, baxın, qüvvə xəttləri ümumiyyətlə yükę doğru daxil olursa, deməli, bu mənfi yüklü zərrəcikdir. Mənfi yükę daxil olur, müsbət yükdənsə əksinə doğru gedir. Deməli, mənfi yüklü zərrəcikdir və intensivlik xəttləri yükün yaxınlığında daha sıx, yükdən uzaqlaşdıqca isə seyrəkləşir. Ona görə də yükün yaxınlığında müsbət və mənfi yük fərqi olmadan intensivlik, təcil və qüvvə artmış olacaq. Sizdən soruş ki, 1 və 2 nöqtələrdə təcil müqayisə edin. Dedi, yükę yaxın olduqda daha böyük olur. A1 böyükdür A2-dən. Düsturunuzsa MA bərabərdir. K vurulsun Q1, Q2 bölünsün R kvadratı. Baxırsınız ki, məsafə azaldıqca təcil artacaq. Yəni, yükę yaxınlaşdıqca, yükdən olan məsafə azaldıqca təcil artır. A1 böyük oldu A2-dən. Həmçinin qüvvə də bunun kimi, intensivlik də bunun kimi. İntensivin də düsturu K2 bölünsün R kvadratıdır. Yükę yaxınlaşdıqca artacaq. Aha, daha sonra sizdən potensial soruşur. Potensial skalyar fiziki kəmiyyəti və mənfi yükün potensialı mənfi, müsbət yükün potensialı da müsbətdir. Skalyar fiziki kəmiyyət olduğuna görə cəbri üsulla müqayisə edirik. Cəbri üsulla müqayisə eləmək nə deməkdir? F-nin düsturu K2 bölünsün R-dir. Deməli, məsafə artdıqca və ya məsafə azaldıqca hal-hazırda 2-dən 1-ə gəlir və ya 1-dən 2-yə gedir, fərqi yoxdur. Tutaq ki, bayaqkilarına 2-dən 1-ə baxdıq, ona da elə baxaq. 2-dən 1-ə gəldikcə məsafə azalır. Məsafə azaldıqca potensial artmalı idi. Amma indi bir şey var. Bu yük modulda deyil, yük mənfi olduğuna görə bilirsiniz də, məsələn, baxın, tutaq ki, yük mənfi 5-dir. Yük mənfi 5-dir. Ona görə də mənfi yükün potensialı mənfi olduğuna görə baxın, fi bərabərdir, K2 bölünsün. Tutaq ki, 2 nöqtəsinə kimi məsafə 2R idi, mənfi olsun. 1 nöqtəsinə kimi məsafədə olsun 1R. K2 bölünsün, mənfi 1R. Təbii ki, hansı daha böyük olar? Mənfi K, deməli, bu olacaq 0.5-də, mənfi 0.5, K2 bölünsün R. Siz də riyaziyyatdan bilirsiniz ki, mənfi 0.5, mənfi 1-dən daha böyükdür. Deməli, potensial mənfi yükdən uzaqlaşdıqca artır. Mənfi yükdən uzaqlaşdıqca artır, müsbət yükdən uzaqlaşdıqca isə azalacaq. Sadəcə müqayisə aparırsınız burada. Riyazi biliklərə əsaslanaraq cəbri üsullarla müqayisə aparırsınız. Deməli, fi 2 böyük olacaq, fi 1-dən. Potensial müsbət yükę yaxınlaşdıqca artır, mənfi yükę yaxınlaşdıqca isə azalır. Ona görə də fi 2 də böyükdür, fi 1-dən. Olacaq 2 və 5 A variantı. Aha, düzgün götürdüm. 6-da vakuumda verilmiş intensivlikli bircins elektrostatik sahədə sükunət halından hərəkətə başlayan sükunət halından V0 bərabər 0, sükunət halından isə hərəkət yeyinləşəndir. Yüklü hissəciyin eyni zaman ərzində, yəni zaman olmalıdır düsturunuzda. Yerdəşməsinin modulunun hissəciyin xüsusi yükündən asılı qrafikini müəyyən edin. Deməli, yeyinləşən hərəkətdirsə və sükunətdən başlayıbsa S bərabərdir AT kvadrat bölü 2. Yükədə yalnız əgər elektrik qüvvəsi təsir edirsə, MA bərabər QY-dir. Buradan A bərabərdir, QY bölünsün M-ə. A-nın yerinə gəlib QY böl M yazaq. QY bölünsün M, A-nın yerinə yazdım. Başqa nə qaldı? T kvadrat bölü 2 yazdı. Sizdən xüsusi yükdən asılığını soruşur. Xüsusi yük burada Q bölünsün M-dir. Vahidi kulon bölü kiloqramdır. Zərrəciyin yalnız kimyəvi xassələrindən asılıdır. Yəni,
yük ədədindən, kütlə ədədindən başqa bir şeydən asılı deyil, dəyişmirlər. Amma sizdən yer dəyişməyə xüsusi yükdən asılını soruşur. Yer dəyişmə xüsusi yükdən gördüyünüz kimi düz mütənasib asılıdır. B variantı. 7. Yükü 3.2 vurulsun 10 üstü mənfi 19 kulon, kütləsi 12.8 vur 10 üstü mənfi 27 kiloqram olan müsbət iyon, 2 vur 10 üstü 4 metr saniyə sürətlə intensivliyi 5 vur 10 üstü 3 volt bölü metr olan bir cins elektrostatik sahəyə qüvvə xətlərinin əksi istiqamətinə daxil olur. İyonun tormuz yolunu hesablayın. Qüvvə xətlərinin əksi istiqamətinə daxil olur. Yuxarıda verdiyi məsələ kimi, deməli, müsbət yüklü zərrəcə təsir edən qüvvə sahə istiqamətindədir. Amma bu sahənin əksi olduğuna görə hərəkət yavaşayandır. Zaten də tormuz yolunu istəyir. Tormuz yolunun üstürü verilənlərə əsasən V0 kvadrat bölünsün 2A-dan. A-nın da yerinə, baxın, M-a bərabər QY, A da buradan bərabərdir QY bölüm. QY bölünsün M yazırıq. M-i də atacaq yuxarı. Deməli, bərabərdir. Hesablayaq. Deməli, sürətdə bizə verib 2 vurulsun 10 üstü 4, amma kvadratı da olacaq. 4 vurulsun 10 üstü 8. 2 vurulsun Q-nin yerinə 3.2 vurulsun 10 üstü mənfi 19. Y-nin yerinə 5 vurulsun 10 üstü 3. M-i də atdığı yuxarı. M-in də yerinə 12.8 vur. 12.8 vurulsun. 10 üstü mənfi 27 yazıb hesablayaq. Gəlin birinci ixtisarlarımızı aparaq ki, məsələmiz sadələşsin. Deməli, burada görə nələr ixtisar apara bilərik? Mənfi 27 ilə mənfi 19. İxtisar aparsaq burada qalacaq. Deməli, mənfi 8. Aha, burada mənfi 8 ilə müsbət 8 getdilər. Daha sonra aşağıda deməli bizdə nə var? 3.2 vurulsun 5 var. 3.2-ni də 5-ə vuranda olur 16. Bu ikisi bir yerdə elədi 16. 4-dən 16-nı ixtisar aparaq. Burada qalsın 4. Yuxarıda 12.8 var. 12.8-i də 4-ə bölsək. Burada qalar 1. Burada da qalacaq 3.2. 3.2-ni də 2-yə bölsək düşəcək 1.6. Bir də aşağıda 10 üstü 3 qalmış. Deməli, belə bir cavab aldıq. 1.6 vurulsun. 10 üstü 3 aşağıdaydı, məxrəcdəydi. Atırıq, sürətə eləyirik mənfi 3. Metr bölünsün. Aha, metr. Biz tapırdıq deməli tormoz yolunu. Cavabınızı millimetrlə verib, onsuz da 10 üstü mənfi 3 millinin qiymətidir. Olacaq 1.6 millimetr A variantı. 8 nömrəli tapşırıq. Qravitasiya qüvvəsi və Kulon qüvvəsi üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Mərkəzi qüvvədir. Hər ikisi də mərkəzi qüvvədir. 1 ortaya getdi. Mənbəyə kütlədir. Qravitasiya sayısı mənbəyə kütlədir 2. Həm cazibə, həm də itələmə xarakteridir. Kulon qüvvəsində bu belədir. Müsbət mənfi bir-birini cəzb edir. Eynilərsə bir-birini itələyir. Qravitasiya sayısı yalnız cazibə xarakterlidir. Qravitasiya sözünün onsuz da mənası cazibə deməkdir. Cisimlər arasındakı məsafənin kvadratı ilə tərs mütənasib asılıdır. Qravitasiya qüvvəsinin üstürü J vurulsun. M1, M2 bölünsün R kvadratı. Kulon qüvvəsi də həmçinin elədir. K vurulsun. Modulda Q1, Q2 bölünsün R kvadratı. Hər biri məsafə ilə tərs mütənasib asılıdır. Tərs kvadratı ilə tərs asılıdır. 4 ortaya getdi. Mənbəyi elektrik yüklü. Təbii ki, Kulon qüvvəsinin mənbəyi, deməli, Kulon sahəsinin, elektrik sahəsinin mənbəyi elektrik yükü olacaq. 5 də getdi bura. Deməli, cavabınız belə oldu. 2, 3, 5, 1, 4. Daha sonra yükləri 6Q və mənfi 2Q olan iki eyni ölçülü metal kürəcik bir-birindən R məsafədə yerləşir. Bu kürəcikləri bir-birinə toxundurduqdan sonra həmin məsafədə yerləşdirdikdə onların qarşılıqlı təsir qüvvəsi necə dəyişər? Kulon qarşılıqlı təsir qüvvəli yüklərin modulları hasi ilə düz. Aralarındakı məsafənin kvadratı tərs mütənasib asılıdır. K kulon sabiti də dəyişmir, məsafəni də dəyişməyib və gördüyümüz kimi qüvvə yüklərin modulları hasilə düz asılıdır. Deməli, belə yazaq. F1 bölünsün F2 bərabərdir. Birinci halda yüklərin modulları hasi, yəni toxunmadan qabaq 6Q vurulsun mənfi 2Q'dür. İkinci halda toxunmadan sonra nə baş verir? Toxunub ayıranda əgər eyni radiuslu, eyni ölçülü kürələrdirsə, yükləri toplayırsınız. Q1 ştrix bərabər olur Q2 ştrixə, yəni hər ikisi eyni olacaq toxunub ayrılandan sonra və bunları cəmləyək 6Q üstə gəlinsin mənfi 2Q bölünsün 2-yə. 6 üstə gəl mənfi 2 eləyəcək müsbət 4, müsbət 4-ü 2-yə böləndə düşəcək 2Q. Deməli, artıq hər birinin yükünün yerinə 2Q, 2Q yazmaq lazımdır. Modulda 2Q vurulsun modulda 2Q. Deməli, yuxarıda olacaq 12Q kvadrat. Aşağıda da oldu 4Q kvadrat. Deməli, belə bir nəticə almış olduq. Yuxarıda qaldı 3. Bizdən necə dəyişər soruşur. Ümumiyyətlə, sizdən necə dəyişər soruşursa, 1-2 yox, həmişə sonu başlanğıca bölün. İndi fikir vermədən yazdım onu.
Amma mütləq necə dəyişir soruşursa, mütləq sonu başlanğıca bölün və ya sondan başlanğıca çıxın. Deməli biz aldıq ki, F2 bərabərdir 3F1-ə. F2 bərabər üzr istəyirəm, F1 bərabər 3F2-yə. Yəni F1 bölü F2-ni 3 aldıqsa, bunun tərsi F2 bölü F1 də olacaq 3də 1. Necə dəyişər deyəndə həmişə son bölü başlanğıc. 3 dəfə azalmış oldu və ya əvvəlcə yüklərin modulları haisəsi 12 idi, indi oldu 4. Təbii ki, yüklərin modulları haisəsi düz asılı olduğuna görə modulları haisəsi 3 dəfə azaldığından deməli təsir qüvvəsi də aralarındakı qarşılıqlı təsir qüvvəsi 3 dəfə azalmış olacaq. 10. Proton və neytron. Proton müsbət yüklüdür, neytronun yükü yoxdur. Neytrona qüvvə təsir etmir. O həmişə hərəkət edəcək. Necə daxil olubsa elə də düz xəttli, bərabər sürətli. Bir cins elektrostatik sahəyə qüvvə xəttlərinə perpendikular istiqamətdə daxil olurlar. Zərrəciklərin sahədə hərəkət istiqamətləri üçün hansı ifadələr doğrudur? Digər təsirlər nəzərə alınmır. Deməli, proton müsbət yüklüdür və sahəyə perpendikular daxil olmağına baxmayaraq, elektrik qüvvəsi onu mənfiyə doğru meyl etdirəcək. Bura müsbət, burada mənfi. Deməli, proton sağa doğru meyl edər, neytronsa hərəkət istiqamətini dəyişməz. Y variantı. 11. Bərabər tərəfli üçbucağın təpə nöqtələrində yerləşmiş yüklərin üçbucağın mərkəzində yaratdıqları elektrik sahəsinin yekun intensivliyi hansı istiqamətdə yönələr? Gəlin baxaq. Deməli, bərabər tərəfli üçbucaqdır. Deməli, bu belə deyək də, bu medianların kəsişmə nöqtəsidir. Bərabər tərəfli üçbucaqda bilirsiniz ki, median həm tənbüləndir, həm də hündürdür və bərabər tərəfli üçbucağın bucaqları 60 dərəcə olur. Yəni, hər biri 60 dərəcə olur. Ona görə də baxın, buralar oldu 30, 30, hər biri 30 dərəcədir. Hər bir yerdə belədir uşaqlar. Burada 30-dur, burada 30-dur, buralar hamısı 30-dur. İndi baxaq, müsbət yükün intensivliyi mərkəzdə. Yükün özünə doğru çəkə bilmirsiniz, əksinə çəkirsiniz, yəni aşağıya. Bu müsbət yük üçün. Daha sonra bu müsbət yük üçün intensivliyi yenə özünə doğru çəkə bilmirsiniz, yəni bu istiqamətdə çəkə bilmirsiniz, əksinə çəkirsiniz. O da yönəldi bura. Və baxın uşaqlar. Bu da yönəldi bura. Buradasa mənfi yükdür. Mənfi yükün intensivliyi isə verilmiş nöqtədən elə özünə doğru da yönəlir. İndi deməli nəyə fikir vermək lazımdır uşaqlar? Burada məsafələr eynidir. Məsafələr eynidir və yüklərin modları da eyni olduğuna görə intensivliklərin də hər biri Y və burada olacaq Y. Tapmaq lazımdır nəyi? Tapmaq lazımdır, baxın bu iki intensivlik arasındakı bucağı hansı istiqamətdə yönəlir? Gəlin tapaq. Deməli, baxın uşaqlar. Demişdik ki, hər yer 30-dur. Bura 30-dur. Bura 90-dır. Görürsünüz, perpendikulyar düşdü aşağı. Deməli, burada olacaq 60. Eyni qaydada, baxın, bu da perpendikulyar gəldi. Çünki dedik, median həm tənbüləndir, həm də hündürlükdür. Burada 90-dır, burada 30-dur. Deməli, burada 60 olacaq. Ümumilikdə bu bucaq 120 dərəcədir. 120 dərəcə olduğundan bunların da qiymətləri eynidir. Y-dir. Ona görə bunların da yekun intensivi düz mərkəzdən yönələcək. Yəni, elə müsbət yükə təsir edən intensivi istiqamətində. Ona görə də yekun istiqaməti, baxın, bu istiqamətdə. C variantındakı kimi almış olarıq. 12. İzolyatordan dəstəyi olan və müsbət yüklə yüklənmiş kürəcik elektroskopun fincanının yarımsferanın daxili səthinə toxunarsa, elektroskopun vərəqlərinin fincanın və kürəciyin necə yüklənməsi haqqında hansı ifadə doğrudur? Baxın, buna aid də dərs izahında dünənləri paylaşmışam. Baxa bilərsiniz istəsəz mövzuya. Deməli, sizə nə verib burada uşaqlar? Yaxşı sualdır. İzolyatordan dəstəyi olan və müsbət yüklü yüklənmiş kürəcik. Baxın. Bundan danışır. Müsbət yüklü yüklənmiş kürəcik. Yarım sferanın daxili səthinə toxunur. Baxın, bu daxili səthinə toxunduracaq. Və yarım sferadan, baxın, burada vərəqlərimiz var. Deyir, bu yarım sfera və vərəqlər necə yüklənir? Ümumiyyətlə, toxunmadsa, yarım sfera və vərəqlər həmişə eyni içərli yüklə yüklənmiş olacaq. İndi, içərdən toxunmada nə baş verdi? Baxın, bu içərdən toxundurulan yük nədirsə, öz bütün yükünü verəcək sferaya. Müsbət məsələn 5 idi, bütün müsbət 5-i verir sferaya. Və həmin o yük paylanır bütün, baxın, bu vərəqlər və sfera boyunca. Deməli, daxildən toxundurma zamanı bu müsbət yüklü kürəcik və fərqi yoxdur, mənfidir, müsbətdir, nədirsə, öz bütün yükünü verir sferaya, özü sıfır olur, neytrallaşır. Bütün yükü isə oldu sferada. Yəni, sfera və vərəqlər müsbət yüklənmiş olacaq. Vərəqlər müsbət, fincan, baxın, bu yarım sferanı deyir, müsbət. Kürəcik sözü oldu, yüksüz, A variantı. 13. C1-3C, bunun xaricdən toxunmasını da izah eləmişəm, elektrostatik induksiyasını da izah eləmişəm, yəni toxunma olmadan da nələr baş verir, hər birini izah eləmişəm. C1 bərabər 3C, C2 bərabər 2C, C3 bərabər 5C olan kondensatorlar bateriyasının ümumi tutumu nəyə bərabərdir? Baxın, uşaqlar, burada sadəlik üçün bu C2-ni görürsünüz, müsbət və mənfini, bunu buradan silirəm sadəlik üçün. Bunları çevirirəm əksinə. Bura mənfi, baxın, bu qolda atıram bura. C2, burada müsbət. Sadəlik üçün sadəcə, yəni başqa bir mənası yoxdur. Və fikir verin, bu C2 kondensatorunda olan
Yəni C2 kondensatoru C1 və C3-ə necə birləşib? Ardıcıl birləşib. Amma C1 və C3 isə bir-birinə paralel birləşiblər. Fikir verin, çünki baxın C2-dən gələn yük, fikir verin, həm sola, həm də sağa dönərək digər mənfi hissəyə gedib çıxa biləcək. Deməli, bu C1 və C3 bir-birinə paraleldir. Paralel birləşmədə tutumlar cəmlənir. C1 və C3 cəmləyək. C1 və C3 cəmləndi. C1 üstə gəl, C3 olacaq 8C. Daha sonra C2 ilə isə paralel birləşib, ardıcıl birləşib həmin o aldığımız 8C. Ardıcıl birləşmədə isə 2 dənədirsə və eynidirsə, C ardıcıl bərabər olacaq. Bayaqlarda yazmışdıq. C1, C2 bölünsün. C1 üstə gəlinsin C2. Bu da bərabərdir. C1, C2. Yəni C1 bizdə artıq oldu. Baxın, bu 8C-dən gedir söhbət. Yəni bu ikisinin tutumundan 8C. C2-ni vermişdi. 2C. Lap buraya yaza bilərik. C paralel. C paralel. Baxın, bu C2 yox, buraya yazaq C paralel. Aha, 8C vurulsun 2C bölünsün bunların cəmi, yəni 10C'yə. Bu da olacaq 1,6C. Deməli, ümumi tutum oldu 1,6C. 14 nömrəli tapşırıq. Yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış və ya açılmış müstəvi hava kondensatorun lövhə arasındakı məsafəni 2 dəfə azaldıb, lövhə arasındakı fəzanı dielektrik nüfuzu 6 olan dielektriklə doldurduqda, deməli, məsafəni 2 dəfə azaldır, amma 6 olan dielektriki daxil edir bura. Doldurduqda kondensatorun elektrik sahəsinin enerji sıxlığı necə dəyişir? Deməli, enerji sıxlığının düsturu bərabərdir, vahid həcmə düşən enerjidir. Ayrılmış, açılmışda Q sabitdir. Düsturunuz mütləq olmalıdır Q olan düstur. Yəni, enerjinin yerinə yazacaqsınız Q kvadrat bölünsün 2'si. Həcmin də yerinə kondensatorda SH-ın yerinə SD yazırsınız. D kondensatorun köynəkləri arasındakı məsafədir. Bərabərdir. Deməli, C-nin yerinə epsilon 0S bölünsün D yazmaq lazımdır. Yazaq. Q kvadrat 2 vurulsun epsilon 0S bölünsün D vurulsun CS vurulsun D. Fikir verin, buradan D'lər ixtisar getdi. Deməli, D'dən aslı deyil. D-yə baxmırsınız. Yalnız baxacaqsınız dielektrikə. Və dielektrik nüfuzluğu ilə də görə necəsə tərs mütasib asdı. Əgər dielektrik nüfuzluğu 6 ilə doldurubsa, bu tərsinə 6 dəfə azalmış olacaq C variantı. 15. Q1 yükünün Q2 yükünə göstərdiyi təsir qüvvəsinin modulu F olarsa, Q2 yükünün Q1 yükünə göstərdiyi təsir qüvvəsinin modulu nəyə bərabərdir? Bunlar təsir əks təsir, Newtonun 3-cü qanunu. Həmişə təsir əks təsirə bərabərdir qiymətcə və ya modulca, amma istiqamətcə isə əks istiqamətlidir. Sizdən də modulunu soruşur. F-dirsə, bu da olacaq F. Əgər modulun yox, ümumiyyətlə soruşsaydı ki, reaksiyası nədir? Mənfi F götürəcəydiniz. Yəni, qiymətdən falan asılı olmayaraq, təsir, əks təsir. Həmişə bir-birlərinə bərabərdirlər. 16. Müstəvi kondensator yükləndiyindən sonra gərginlik mənbəyindən ayrıldı. Yenə ayrılmışdı. Q sabitdir. Q konstantdır. Q konstant. Daha sonra kondensatorun lövhə arasındakı məsafəni 2 dəfə azaltdıqda, məsafəni 2 dəfə azaldı, məsafə D-dir. Elektrik sahəsi intensivliyin modulu. Aha. Y bərabər, bu da yaxşı sualdır. U böl D. Və ayrılmışda yadda saxlayın, düsturunuzda Q olmalıdır. Ona görə də Q-nün yerinə CO düsturundan, U-nun yerinə üzrəm, CO düsturundan Q böl C yazmalıyıq. Q böl C vurulsun D. Yenə də C-nin yerinə epsilon 0S bölünsün D yazacaq. Buradan yazaq epsilon 0S bölünsün D. Burada baxın, bir D-miz də buradaydı. Bu D-dir, baxın o D. Vurulsun D. D-lər ixtisar getdiyindən deməli elə ayrılmışda enerji sıxlığı, baxın 14 nömrəli tapşırıq, həm enerji sıxlığı, həm də ki elektrik sahəsi intensivliyi ayrılmışda məsafədən asılı deyirlər. Ona görə də dəyişməz. 17. Yükü müsbət Q, kütləsi M olan ion, intensivliyinin modulu Y olan bir cins elektrostatik sahədə sükunət vəziyyətindən hərəkətə başlayır. Sahə istiqamətində tez zamanı ərzində ionun aldığı sürət hansı ifadə ilə təyin olunur? Digər təsir nəzərə alınmır. Deməli, hərəkətə başlayırsa yeyinləşəndir. Yeyinləşəndirsə V bərabərdir. V0 üstə gəl AT-dir. Sadəcə sükunətdən olduğuna görə, hərəkətə başladığına görə sükunətdən. Sadəcə AT yazırıq. A-nın yerinə yenə bayaq dediyimiz kimi MA bərabər QY-dən A bərabərdir. QY bölünsün M yazmaq lazımdır. Deməli, A-nın yerinə yazıram. QY bölünsün M. Deməli, sürət nə olacaq? QYT bölünsün M Y variantı. 18. Watt vur saniyə ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Watt vur saniyə bizə verir Newton metri. O da bizə verir, elə gəl Newton metri yazaq. Newton vur metr və ya joule verir.
Buradan metrlər getsin, qaldı Newton böl kulon. Yəni F bölünsün Q. Bu nəyin düsturudur? Elektrik sahəsinin intensivliyinin. İntensivliyin düsturu Newton vahidi Newton böl kulon və ya volt bölünsün metrə bərabərdir. C variantı. 19. Hansı ifadələr doğrudur? M nöqtəsində yerləşən mənfi Q yükünə digər yüklər tərəfindən təsir edən qüvvələrin əvəzləyicisi. Aha, deməli mənfi yük bir-birlərini neynirlər? İtələyirlər. Baxın, bu mənfi yüklər arasındakı qarşılıqlı təsir qüvvələri eyni qüvvə ilə bir-birlərini itələdilər. Daha sonra müsbət yüklə mənfi yük isə bir-birlərini eyni qüvvə ilə cəzb edirlər. Bizdən soruşur M yükünə təsir edən qüvvələrin əvəzləyicisi. Baxın, M yükünə təsir edən, M nöqtəsində olan yükə təsir edən qüvvələrin əvəzləyicisi sola doğru yönəlmişdir. Aha, bu məsələlərdə yadda saxlayın, ağırlıq qüvvəsinin təsirini nəzərə almayıblar. Təsvir olunmuş dövrdə kondensatorların yükləri arasında hansı münasibət doğrudur? Gəlin baxaq. Bu dövrə ilə, yəni bu budaqla, bu qol bir-birinə ardıcıl birləşib. Ardıcıl birləşmədə yüklər bir-birinə bərabər. Yəni buradakı ümumi yüklə paralel birləşmədə yük nə idi? Ayrı-ayrı yüklərin cəmidir. Yəni Q1 + Q2 bərabər olacaq Q3-ə. Bu Q1 + Q2 nədirsə, Q3-ün də yükü olmalıdır. Çünki bu hissələr bir-birinə ardıcıl birləşib. Ardıcıl birləşmədə isə yük sabitdir. Onda gəlin baxaq uşaqlar. Yükdəki S ilə düz asılı. Q bərabər CO düsturundan. Q S ilə düz asılıdır. Əgər baxın, buradan 2Q yük keçirsə, bura düşən yükdəki, bu kondensatorun yüküdəki 4Q-dür. C3 kondensatorun yükü nədir bəs? C3 kondensatorun yükü də bunların hər ikisinin yükləri cəmlə, yəni 6Q-yə bərabərdir. Deməli, gördüyümüz kimi C3, yəni Q3 hamısından böyükdür. Sonra gəlir Q2, sonra da gəlir Q1. Q3, Q2, Q1, B variantı. Daha sonra 21. Q1 yükün N nöqtəsində yaratdığı sahənin intensivliyi modulu Y olarsa, həmin nöqtədə yekun elektrik sahəsinin intensivliyinin modulu nəyə bərabər olar? Qoysunuz 60 dərəcə 0,5-ə bərabərdir. Deməli, Q1 yükünün yaratdığı intensivlik Y-dir. Baxın, qiymətcə və modulca bir-birlərinə bərabərdirlər. Qiymətcə və işarəcə bir-birlərinə bərabərdirlər. N nöqtəsində bu yükün yaratdığı intensivlik yükün özünə doğru yox, əksinə yönəldi Y. Məsafə də eyni olduğundan, yüklər də qiymətcə bir-birlərinə bərabər olduğundan intensivliklər bir-birinə bərabər olmuş olacaq. Yəni, Q1-in yaratdığı intensivlik Y-dirsə, elə Q2-ün də N nöqtəsində yaratdığı sahənin intensivliyi Y olacaq. Sadəcə uşaqlar yüklərin özünə doğru yox, əksi istiqamətə çəkirsiniz. Baxın, bu xəttlərin əksinə çəkirsiniz. Bu xəttlərin əksi istiqaməti bir Y bura, bir Y də bura. Və bunlar arasındakı bucaq, baxın, bunlar qarşılıqlı bucaqlar olduqlarına görə o 60-dırsa, burada 60-dır. Qoysiuzlar teoremini yazırsınız və ya artıq bilirsiniz ki, əgər bucaq 60 dərəcədirsə və burada da Y-dirsə, yekun intensivliyi olacaq kök altı 3. Gəlin, qoysiuzlar teoremini yazaq. Bilməyən uşaqlar da ola bilsin, oldu. Deməli, yekun intensivliyi taparkən qoysiuzlar teoremindən Y1-in kvadratı, üstə gəlinsin Y2-nin kvadratı, üstə gəlinsin 2, Y1, Y2 vurulsun kosinus alfaya. Bərabərdir. Deməli, bərabərdir. Y1-in yerinə hər biri Y-dir. Y kvadrat, üstə gəlinsin Y kvadrat, üstə gəlinsin 2 vurulsun Y vur Y, vurulsun kosinus alfa. Kosinus alfa 0,5, yəni 2də 1-dir. Deməli, 2 vurulsun Y kvadrat, vurulsun 2də 1. Baxın, bu 2-lər də getsə, alacaq ki, kök altında 3 Y kvadratı, və Y çıxır kök altından, amma 3 isə kök altına qalır. Kök altında 3 vurulsun Y. Deməli, olacaq D variantı. 22. Sabit gərginlik mənbəyinə qoşulmuş. Bu səfər qoşulmuş verib. Qoşulmuşdu, o sabit. Amma çalışın, məsələni oxuyun. Yaza biliriz ki, mənbəyinə qoşulmuş və mənbədən ayrılmışdı. Onu axıra kimi oxumaq lazımdır. Deməli, burada o konstantdır. Aha. Müstəvi hava kondensatorunun enerjisinin kondensatorun köynəkləri arasındakı məsafədən asılığı qoşulmuşda enerji düsturu C kvadrat bölgüdür. Yenə deyirəm, C-nin yerinə yazırsınız. Epsilon 0S bölünsün D. Başqa nə qaldı? O kvadratı qaldı, bir də 2 qaldı. Yerinə qoyaq. İndi sizdən enerjinin D-dən asılı qrafikini istəyir. Enerji D-dən gördüyümüz kimi tərs mütənasib asılıdır. Y variantı. 23. Verilmiş kondensatorun enerjisinin köynəklər arasındakı gərginlikdən asılı qrafikinə görə onun tutumunu hesablayın. Qrafikimiz paraboladır. Əslində onu qeyd eləməlidir, amma asılıqdan da görə bilərsiniz. Bu 2 dəfə artanda, bu isə 4 dəfə artıb. Deməli, paraboladır, kvadratik asılıqdır. W bərabərdir C kvadrat
bölünsün 2-dir. Buradan C bərabərdir. Buradan C bərabərdir 2W bölünsün U kvadratına. Bu da bərabərdir 2 vurulsun 12 mikrojol, fərqi yoxdur, 3 də götürə bilərsiniz, fərq eləmir. Sadəcə 12 götürmüşsə gərginliyi 4, enerjini 3 götürmüşsə gərginliyi 2 götürmək lazımdır. Deməli 2 vurulsun 12 mikrojol, yəni cavabı mikrofaraddan istəyir, deci mikronu yazmıram. 2 vurulsun ilə yazıram birbaşa 12 bölünsün U kvadrat, yəni 16-ya. 4-ə ixtisar aparaq. 4-ə ixtisar aparsaq burada qalır 4, burada qalır 3. 2-ni 3-ə vursaq 6, 6-nı da 4-ə bölsək 1,5 düşəcək. Cavabınız olacaq 1,5 mikrofarad. Elə 1,5 yazacaqsınız. İstəyirsə gəlin o birisini də yoxlayaq. Çünki elə uşaqlar olur ki, deyir müəllim bəs o birisindən niyə yazmadıq? 2 vurulsun enerjinin yerinə 3. O kvadratında yerinə 4 yazırıq. 2 vur 3 oldu 6. 6-nı da 4-ə böldünüz oldu 1,5 mikrofarad. Fərqi yoxdur. Əgər fərq olarsa onsuz da sizə orada bir nöqtə qoyur. Məsələn, deyir ki, A nöqtəsindəki qiymətini tap, B-dəki qiymətini tap və s. Siz ona uyğun hesablamaları aparırsınız. 24. Hansı ifadələr doğrudur? Elektrostatik sahə yüklü zərrəcik üzərində müsbət iş gördükdə zərrəcin impulsu artır. Əgər iş müsbətdirsə, kinetik enerji, sürət, impuls, VPWK artır. Potensial enerji isə neynir? Azalır. Və iş müsbətsə, bəli, impuls artacaq. Elektrostatik sahə yüklü zərrəcik üzərində mənfi iş gördükdə zərrəciklərin sahəsinin qarşılıqlı potensial enerjisi azalır. Xeyr, iş müsbət olanda potensial enerji azalırsa, iş mənfi olanda artmalıdır. 3. Elektrostatik sahənin qüvvə xətləri mənfi yükdən başlayıb müsbət yükdə qutarır. Xeyr, müsbətdə başlayıb mənfi yükdə bitir. Bu da səhvdir. Elektrostatik sahənin gördüyü iş yüklü zərrəcin trayektoriyasının formasına asılı deyil. Bəli, doğrudur. Elektrik sahəsi ümumiyyətlə potensialı sahə olduğuna görə iş trayektoriyanın formasından yox, yer dəyişməsindən asılıdır, hansı ki bayaqları F1 və F2-lərdə bunu göstərirdik. Yuxarıdakı məsələlərin birində var idi bu. 4 də doğrudur. Qapalı trayektoriyada elektrostatik sahənin gördüyü iş sıfırdan fərqlidir. Xeyr, əgər yer dəyişmədən asılıdırsa, qapalı trayektoriyada yer dəyişmə sıfır olduğuna görə elə iş də sıfır olmuş olacaq. Bu da səhvdir. Cavabınız oldu 1 və 4. Deməli 25. Yükü 2-yi olan müsbət yüklü hissəcik bir cins elektrostatik sahənin potensialı 66 volt olan nöqtəsindən potensialı 6 volt olan nöqtəsinə hərəkət etdikdə onun kinetik enerjisinin dəyişməsini elektron voltla hesablayın. Elektron volt enerjinin vahiddir uşaqlar. Deməli iş bərabərdir. Delta W kinetik enerjiyə, bunlar da bərabərdir mənfi delta W potensial enerjiyə və ona görə də düstur belə olacaq. Yəni bu ifadələrin bərabərliyi 2 vurulsun, F1 çıxılsın, F2. Nə veribsə elə yerinə də yazırıq. Deməli, yük müsbət 2-yə də elə yazıram 2-yə, mənfi olsaydı mənfi 2-yə yazardıq. F1 çıx F2. F1 66 voltdur, F2 isə 6 voltdur. Potensial F ilə işarə olunur. Deməli 66-dan 6 çıxırıq, qaldı 60. 60-ı da 2-yə vururuq, olacaq 120 elektron volt. Cavabınız oldu 120. 26. Təsvir olunmuş dövrədə kondensatorlar bateriyasının ümumi tutumunu hesablayın. Hesablayaq. Paralel birləşmədə tutumlar cəmlənir. Oldu 6 mikrofarad. Ardıcıl birləşmədə isə C1 vurulsun. C2 bölünsün, C1 üstə gəlinsin, C2-dən hesablayırsınız. Sadəcə burada bu hissənin tutumu C paraleli 6 tapdığımıza görə C paralel 1, 2 yox, C paralel yazdım. Fərq eləmir. Əsot ki, düsturda qoyun yerini hesablayın. 3 vurulsun 6. Bölünsün 3 üstə gəl 6-dan, yəni 9-a. İxtisarımıza aparsaq 1, burada 3. 6-nı 3-ə bölsək 2 mikrofarad olmuş olacaq. Cavabınız 2. 27. Uyğunluğu müəyyən edin. C2 kondensatorun yükü Q-dür. C2 kondensatorun yükü Q-dür. Bizdən istəyir C1, C3 və kondensatorlar bateriyasının ümumi yükünü. Gəlin baxaq. Ardıcıl birləşmədə yüklər eynidir. C1, C2 bir-birinə ardıcıl birləşdiyinə görə oranda yükü olacaq. 3 kondensatorunda isə deməli 3 kondensator C1 və C2 paralel birləşib tapmaq lazımdır. Necə tapacaq? Q bərabər CU-dan görür ki, Q C ilə düz mütənasibasıdır. Müqayisə aparmaq lazımdır. Yuxarıdakı qolumuz uşaqlar ardıcıl birləşmədir. Birincisi həmin qolda olan ümumi tutumu hesablayaq. 3-dən 6. 3 vurulsun 6. C1 vur. C2 bölünsün ardıcıl birləşmədə. C1 üstə gəl C2-dən. 3 vur 6 bölünsün üstə gəl 6. 9. Bu da oldu 2 mikrofarad. 2C. 2C oldu bura. Deməli, bura 2C-dir. Aşağısı 6C-dir. Ona görə də əgər 2C olana 1Q düşübsə, düz asılıdır axı. 2C olana 1Q düşübsə, 6C olana da düşəcək 3Q. Çünki 3 dəfə böyük olduğuna görə 2C-nin 6C-nin. Deməli,
fərqi 3 dəfə böyük olmaqdır. 6S-yə düşən yük də olacaq 3Q. Buradakı yükləri qəti toplamırsınız. Yük eynidir. Arıza birləşmədə yüklər toplanıb çıxılmır. Elə olduğu kimi də qalır. Aha, deməli yuxarıdakı qolumuz ümumlikdə Q. Yenə deyirəm, bax toplamırsınız. Aşağıdakı da S3-ə düşən yük isə oldu 3Q. Baxaq. Yazıb ki, S1 kondensatorun yükü. S1-ə Q götürdük. A. Daha sonra S3 kondensatorun yükü 3Q tapdıq. S. Ümumi yük nə olacaq? Biri Q, biri də 3Q olduğundan cəmlənir. Ayrı-ayrı yüklər cəmlənir. Q paraleldə, paralel birləşmədə ayrı-ayrı yüklər cəmlənir. Oldu 4Q. Deməli 3-ə də düşəcək D variantı. 1A, 2C, 3-də də oldu D. Deməli, situasiya. Elektrik tutumları 8 mikrofarad olan kondensatorlardan ibarət dövrədə A açarı əvvəlcə 1 vəziyyətinə, sonra isə 2 vəziyyətinə qapanır. U bərabər 40 volt. Hansı halda kondensatorlar bateriyasında toplanan elektrik yükü daha böyüklər? Cavabınızı əsaslandırın. Deməli, yenə deyirik uşaqlar, Q bərabər C-udur. Baxın, o sabitdir. O ilə işiniz yoxdur. C-yə görə müqayisə aparmaq lazımdır. Deməli, A açarını bir vəziyyətinə gətirəndə yuxarıdakı kondensatorlar işləyəcək. Baxın, aşağı hissə açıq olmuş olacaq, işləmir. Və burada tutum hər biri C-də eynidir. Tutum olacaq burada arıza birləşmədə əgər eynidirsə sayına bölürük C/2. Deməli, birinci birləşmədə açar 1-də tutum C/2-dir. Daha sonra 2-yə birləşdirsək əgər, yəni artıq 1 yox, 2-yə birləşdirsək, işləyəcək baxın bu hissə. Bu hissədə də paraleldir. Paraleldə demişdik tutumlar cəmlənir və ya eyni tutumlu 2 kondensator varsa sayına vururuq. Oldu ikisi. Deməli 2 vəziyyətində isə 1 vəziyyətində C/2, 2 vəziyyətində isə kondensatorlar bateriyasının ümumi tutumu 2C oldu. Yük də C-dən düz mütənsib asılı olduğuna görə deməli 2C C/2-dən dəfə böyükdür, 4 dəfə böyükdür. Deməli Q2 bərabər oldu. İkinci haldakı kondensatorların yükü Q2 bərabər oldu 4Q1-ə. Belə görürük ki, ikinci vəziyyətdə kondensatorların bateriyasının yükü daha böyük olmuş olar. Onda görə cavabınız olacaq ki, 2 vəziyyətində daha böyük istəyir sizdən. Açar 1 vəziyyətində olduqda kondensatorlar bateriyasının enerjisini hesablayın. Hesablayaq. Açar 1 vəziyyətində olduqda dedik ki, tutum C/2-dir. C bərabərdir arıza birləşməyə görə C/2. C ardıcıl. Bərabərdir. Hər birini 8 verib. 8 də 2-yə bölsək 4 mikrofarad olacaq. 4 mikrofarad. Unu da bizə verib 40 volt. Deyir enerjini hesabla. Enerji bərabərdir. CU kvadrat bölünsün 2-dən. Bərabərdir. C-nin yerinə 4 yazıram. Çevirmə aparmadım. Elə cavabı da mikro ilə saxlayacağım, amma fərq eləmir. Vurulsun 40 volt, yəni 1600 bölünsün 2-yə. İxtisarlarımızı aparaq. Deməli 4 ilə 2 getsin, qalsın 1 burada 2. 3200 mikrojol. Mikronun yerinə 10 üstü mənfi 6 yazıb, milli ilə də ifadə eləmək olar. Gəlin yazaq. 2 dənə 0 buradan getsin. Burada qaldı mənfi 4. Milli bilirsiniz ki, 10 üstü mənfi 3'dür. 10 üstü mənfi 3 bunu yazmaq üçün belə ayırırsınız. 10 üstü mənfi 1 vurulsun 10 üstü mənfi 4. Yəni 32 vurulsun 10 üstü mənfi 1 vurulsun 10 üstü mənfi 3 milli eləyirik. Millijol yazmaq üçün. Amma yenə deyirəm, fərqi yoxdur. Onsuz da situasiyadır. 3.2 millijol almış olacaqsınız. 30. Açar 2 vəziyyətindən açar 2 vəziyyətində olduqda kondensatorlar bateriyasına toplanan elektrik yükünün mənbəyin gərginliyindən asılı qrafikini gərginliyin 20, 40, 60 volt qiymətləri üçün yükü hesablayaraq koordinat oxları üzərində uyğun qiymətləri yazmaqla çəkin. Deməli 2 vəziyyətində olanda dedik ki, tutum 2C-dir. Çünki paralel birləşiblər. Buradan gəlin yazaq. C paralel bərabərdir 2C. Tutumların da hər birini 8 verdiyinə görə deməli olacaq 16 mikrofarad. Mikrofarad. Elə cavabınızı da mikrokulonla, milli kulonla verib sizə cavabı. Cavabı milli kulonla verib, amma faradımızsa mikrofaraddır. Gəlin hesablayaq. Deməli 20-yə uyğun yazaq belə. U1 bərabər 20. Q1 də bərabər olacaq. C vurulsun U1-dən. C nə qədərdir? 16 vurulsun 10 üstü mənfi 6 vurulsun 20 volt. Hesablayaq bunu. Deməli 16 vurulsun 20 olacaq 320. 32 vurulsun 10 üstü mənfi 5. Bunu da milliyə aparsaq, yenə deyirəm 10 üstü mənfi 3-ü ayıracağınıza görə olacaq 0,32 vurulsun. Elə bilin ki 10 üstü mənfi 5 deyil. 3-ünü ayırdım, qaldı mənfi 2-si. Onu da attım bura. Milli kulon. Deməli 0,32. 20 uyğun olsun 0,32. Daha sonra 40-a uyğun olanı çəkək. Deməli, Q2 də bərabər olacaq. İndi 40 vurulsun 1,6. 40-ı da 1,6-ya vuranda olacaq. 64 vurulsun 10 üstü mənfi 5. Eyni qaydada bu da olacaq
%64 milliklon. Aha. Bu da olsun 0,64. 0,64. Aha. 60-a vuranda da deməli 60 vurulsun. Deməli yazmaq lazımdır 16 mikrofarad. Q2 bərabər olacaq. 60-ı da vursaq 1,6 olacaq. 96 vurulsun 10 üstü -5. Eyni qaydada 0,96 milliklon. Buraya yazaq 0,96. Görürsüz, elə çəkmək lazımdır ki, məsafələr də eyni olsun ki, düz asılılığımızı çəkə bilək. Baxın belə. Bircə saniyə gəlin elə çəkək ki, düz olsun da. Məsafələri məncə eyni götürdüm. Aha, baxın düz asılığımızı baxın belə çəkə bilək. Sağ olun uşaqlar.